Şifrə təhlükəsizliyi. Salam əziz izləyicilər, hər birinizi kanalda xoş gördük. Bugünkü dərsimiz informatika fənninin informasiya təhlükəsizliyi bölməsindəndir və çox vacib bir mövzuya baxacağıq, şifrə təhlükəsizliyi mövzusuna. Bu mövzu həm gündəlik həyatımızda, həm də imtahanda, testlərdə tez-tez qarşımıza çıxır. Odur ki, diqqətlə izləyin, çünki bir çox suallar məhz bu hissədən düşür. Şifrə təhlükəsizliyi istifadəçi məlumatlarının gizliliyini qorumaq üçün ən əsas vasitələrdən biridir. Bugünkü rəqəmsal dünyada biz hər gün onlarla elektron xidmətə daxil oluruq. Sosial şəbəkələr, elektron poçt, onlayn alış-veriş saytları, dövlət portalları, internet bankçılıq sistemləri və s. Şifrə təhlükəsizliyi təkcə texniki məsələ deyil, bu məsuliyyətli istifadəçi davranışı deməkdir. Yəni hər kəs öz məlumatlarını qorumağa, başqasına icazəsiz çıxış imkanı verməməyə cavabdehdir. Əgər şifrəniz zəifdirsə və ya hər yerdə eyni parolu istifadə edirsinizsə, deməli şəxsi məlumatlarınız, fotolarınız, yazışmalarınız və hətta maliyyə məlumatlarınız hər an oğurlana bilər. Bu səbəbdən də güclü parol seçmək, onu düzgün qorumaq və vaxtaşırı dəyişmək informasiya təhlükəsizliyinin ən mühüm hissəsidir. Güclü şifrə necə olmalıdır? İlk növbədə yadda saxlayın ki, güclü şifrə sizin hesablarınızı qoruyan ən vacib təhlükəsizlik addımlarından biridir. Şifrənizin uzunluğu ən azı 8-12 simvol olmalıdır. Qısa parolları sındırmaq çox asandır. Böyük və kiçik hərfləri, rəqəmləri və xüsusi simvolları, məsələn, diez, nida, faiz, ulduz kimi işarələri bir yerdə istifadə edin. Bu parolun tapılmasını daha da çətinləşdirir. Özünüzlə bağlı məlumatları, məsələn, ad, soyad, doğum tarixi kimi məlumatları parolda işlətməyin. Çünki bu məlumatları tapmaq çox asandır. 1, 2, 3, 4, 5, 6, password və ya QWERTY kimi sadə və çox istifadə olunan parollardan uzaq durun. Bu cür parollar saniyələr içində sındırıla bilir. Parolu mümkün qədər təsadüfi şəkildə yaradın. Məsələn, zəif parol belə ola bilər. Elvin 2000. Amma güclü parol isə belə görünə bilər. Gördüyünüz kimi burada böyük və kiçik hərflər, rəqəmlər və simvollar qarışıq şəkildə işlədilib və bu onu çox daha təhlükəsiz edir. Şifrələrin qorunması qaydaları. İndi isə gəlin şifrələrin qorunması qaydalarına baxaq. Birinci, hər hesab üçün fərqli parol istifadə edin. Eyni parolu bir neçə yerdə işlətmək, bir hesab ələ keçərsə, digərlərinin də təhlükəyə düşməsi deməkdir. İkincisi, parollarınızı kağızda, telefonda və ya açıq fayllarda saxlamayın. Çünki bu məlumatlara başqalarının asanlıqla çıxışı ola bilər. Əgər çox sayda hesabınız varsa, parol idarə etmə proqramlarından, yəni password managerlərdən istifadə etmək daha təhlükəsizdir. Bu proqramlar sizin bütün parollarınızı qoruyur və yadda saxlamağa kömək edir. Daha bir vacib qayda, parolunuzu heç kimlə paylaşmayın. Hətta dostunuz və yaxınınız olsa belə bu təhlükəsizlik baxımından düzgün deyil. Əgər sistem imkan verirsə, 2 mərhələli identifikasiyanı, yəni 2 fanı aktiv edin. Bu zaman kimsə parolunuzu tapsa belə hesabınıza daxil ola bilməyəcək. Və nəhayət, şifrələrinizi müəyyən aralıqlarla, məsələn 3-6 aydan bir mütləq dəyişin. Bu hesablarınızı daha etibarlı saxlayacaq. Şifrə oğurlanma üsulları. Ən çox istifadə olunan üsullardan biri phishing adlanır. Bu zaman istifadəçiyə saxta e-mail, poçt və ya link göndərilir. İstifadəçi o linkə daxil olub parolunu yazır və nəticədə məlumat kibercinayətkara ötürülür. İkinci üsul brute force. Xüsusi proqramlar minlərlə parol kombinasiyasını yoxlayır. Üçüncü üsul keylogger. Bu proqram klaviaturada yazdığınız hər simvolu qeydə alır. Dördüncü üsul shoulder surfing, yəni çiyin üstündən baxmaq. Şifrələrin idarə olunması. Çox sayda hesabınız varsa, password manager proqramlarından istifadə edin. Məsələn, Bitwarden, 1Password, LastPass və ya Dashlane. Bu proqramlar bütün şifrələri şifrələnmiş şəkildə saxlayır və siz yalnız bir əsas parolu yadda saxlamalısınız. İndi isə şifrələrin yoxlanması və yenilənməsi haqqında danışaq. Bəzən elə olur ki, parolumuz xəbərimiz olmadan internetdə sızdırılır. Bunu yoxlamaq üçün haveibeenpwned.com saytına daxil olub, e-mail poçt ünvanınızı yazmaq kifayətdir. Sayt sizə parolunuzun hansısa sızmada iştirak edib etmədiyini bildirəcək. Əgər görsəz ki, parol sızdırılıb, heç vaxt gözləmədən dərhal həmin parolu dəyişin. Yeni parol yaradarkən isə əvvəlki parolla oxşar olmasına yol verməyin. İndi isə bir neçə test nümunələrinə baxaq.
Yekun. Beləliklə bu dərsdə şifrə təhlükəsizliyinin mahiyyətini, güclü parolun necə yaradıldığını, şifrələrin qoruma üsullarını və hücum növlərini öyrəndik. Unutmayın, şifrəniz sizin ilk müdafiə səddinizdir. Dostlar, əgər bu video sizə faydalı oldusa, kanala abunə olmağı, videonu bəyənməyi və şərh bölməsində fikirlərinizi yazmağı unutmayın. Növbəti dərsdə görüşənədək. Sağ olun.